Hal-hazırda saat 5-ə işləyir. Axşamdır, səhərdir, artıq bilmirəm. Mən burada qrammatikaları, sonra 1, 2, 3, 4, 5 səhifəlik bir qrammatikanı oturdum bir-bir uşaqlara rahat olsun deyə. Tam 1, 2, 3 səhifəlik bir qrammatika hazırladım. Sırf konspektlərə uyğun olaraq. İmtahan gəlir qabaqdan. Uşaqların ən əziyyət çəkdiyi qrammatikadır, pronoundur. Baxın, negativ pronounusdur. Cəmi bu boydadır. Kitabda 2 səhifədir. Baxın, negativ buradan başlayır, qutarır burada. Cəmi bu boyda, yəni demək olar ki, səhifənin yarısından biraz çox. Hamısı yerləşdi, hamısını sığışdırdım. Əsas lazım olanları yazmışam. Məsələn, bu yaşlı olanlar düzgün variantlardır. X olanlar, yəni səhv olanlar, məsələn, bundan sonra bunlar gəlsə olmaz, səhvdir. Sonra bu, məsələn, bundan fərqi nədir? Burada qısa şəkildə izah eləmişəm. Sonra indefinite pronoun gəlir. Baxın, indefinite pronoun bu boyda buradadır. Sonra buradadır bir səhifə, sonra buradadır belə. Yəni 2 səhifəli demək olar ki, burada yarısı, burada yarısı, burada tam 2 səhifəyə gəlir. Amma mən onu bir səhifəyə çatdırdım. Sonra da gəlir defining pronouns. Defining ümumiyyətlə yekədir. Bu var, bu var, bu var. Onu da cəmi bir səhifəyə sıxışdırdım. Əgər kim istəsə mənə yazsın, əldə eləmək istəyən olsa yazsın. Təbii ki, bundan sonra başqa əli yazmalarda işləyəcəm, hazırlayacağım. Ən çox hansı mövzudan əziyyət çəkirsinizsə onu deyin, mən hazırlayayım sizin üçün. Bir də onu qeyd edeyim ki, bunların tam izahı, həm test üzərində izahı, həm də ki, qrammatikanın özünün tam izahı YouTube səhifəmdə paylaşıram. Demək olar ki, səhifəmdə, profilimdə, kanalımda hamısının izahı var. Yenə də kim əldə eləmək istəsə bu əl yazmaları mütləq mənə yazsın.